Maidə surəsinin 23-cü ayəsində Allah Teala buyurur ki: "Və aləllahi fətəvəkkəlu in kuntum mu'minin." Əgər möminsinizsə, əgər Allaha inanırsınızsa, gərək işlərinizi Allaha tapşırasınız. Yəni, siz gərək Allaha nə edəsiniz? Təvəkkül edəsiniz. Və digər ayətdə, Ali-İmran surəsinin 122-ci ayəsində buyurur, فَعَلَى فَلْيَتَوَكِّلِ الْمُؤْمِنُونَ. Gərək möminlər Allaha təvəkkül eləsin. Möminlər, inananlar. Çünki inanmayan insanlar zaten o işləri Allahdan yox, ya özlərindən, ya bəndədən bilirlər. Amma iman əhlini sürəkli Allah özünə təvəkkül etməyə dəvət edir. Bilirsinizmi niyə? İman əhlinin içində də çətinə dara düşəndə əksəriyyəti birinci Allaha təvəkkül eləmir. Biz insanlar bəzən çətinə dara düşəndə Allahdan qabaq, məsələn bir çətinlik olanda fikirləşirik, bir dostum var, o həll eləyər. Məsələn, ona desəm, o bu işi aşırar. Allah yada düşmür ha hələ. Allah bəzən belə anlarda bizi həmin insanlarla üz-üzə qoyur. Bu mənada ki, səni elə yönəldir həmin insana. Həmin insan işi aşıra bilmir, həll eləyə bilmir. 3 gün, 5 gün gözdə xəbər eləyərəm, gözdə filan kəsə demişəm, hələ filan kəs telefonu açmır, deyib həll edərəm, 5 gündən sonra deyir ki, ondan da bir xəbər olmadı. Sonda yenə suyun süzlə-süzlə üst tutursan Allaha. Yenə işi Allah həll edir. Amma istəyir deyəkən mənimdəndir. Elə sən bir 5 gün bundan qabaq da gəlsəydin, 5 gün bundan qabaq ona buna ağız açınca, üst tutunca elə sıxıntı, çətinliyi mən həll edərəm deyə düşünmüş olsaydın, nə gözəl.